Fidan, gözdə. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşıyam, çox sağ ol. Deyirəm ki, necəsən? Hə. Yaxşıyam. Yaxşı ol. Qızlar salam, sabahınız xeyir. Sabahın xeyir, salam. Necəsiniz? Gecikməmişsən ha bu günləri Fidan? Gecikməmişəm. Salam qızlar. Sabahın Necəsiniz? xeyir, doktor. Salam Necəsən? doktor. Salam Necəsiniz? Lokman. Çox sağ ol. Sən necəsən? Doktor maşınla gəlsiz, mənə də gətirərdiniz də. Mən harda qalır? Hövşanda, Sən harda qalır? Maşazırda. Mən Bakının girişi, sən Bakının çıxışı. Axı bu düz gəlmir. Doktor, söhbət Saçkada deyil, söhbət nevinimatin olmaqdadır. Что? Söhbət nevinimatin olmaqdadır. Внимательный. Qardaşım, внимательный. Qızlar, gözləyin məni də. Sabahınız xeyirli olsun. Hər vaxtın xeyir Fidan. Ofelia doktor gəlib. Bayaq buradaydı, yəqin mətbəxə gedib. Hə, yaxşı. Nədir, onunla rəfiq olmusan? Mən hamı ilə dost olmaq istəyirəm. Sağlam mühitdə işləmək üçün buna fayda olar. Amma mən heç kəslə dost olmaq istəmirəm. Çünki işimdən məmnunam. Mənə belə də yaxşıdır. Nuş olsun doktor. Sağ olun. Doktor siz də yiyin. Çoxdur burada. Yox, sağ olun. Mən kurasan xoşlamıram. Niyə? Mən ümumiyyətlə səhərlər yemək yeməyə xoşlamıram. Var belə adamlar. Deyirəm, bu fransızların nə mətbəxləri, nə şəhərləri çatmır da mənə. Hələ danışıqları. Mındığı, ləğəbıcığı, ləğəndü. Elə bir ağızlarına su alıb qarqara eləyirlər. Doktor, siz fransız dili kimi estetik bir dili əgər belə görürsünüzsə, Doktor, bir siz, bir də fransızların özləridir ki, o dili estetik bilirlər. Yəni, mənim üçün heç səmimi gəlmir. Həm də Fransa bugünə qədər tarix üçün neyiniyib? necə neyiniyib? Birincisi, insan hüquqlarının mənbəyi Fransa inqilabından sonra olub. Yəni, Fransa çox önəmlidir. Bəsdir də, doktor. Fransa olmasaydı İngiltərə olacaqdı, olmasaydı Almaniya olacaqdı. Yəni, bu zamanın bir oyunu idi də. Əvvəl-axır gəlməkdi, sadəcə Fransaya təsadüf elədi və salam. Yo. Fransa olmasaydı, heç biri olmayacaqdı. Amma məncə Amerika tarixdə daha önəmlidir. Hələ bu son 100 ildə daha da önəmlidir. Nəyi ilə önəmlidir? Çünki Amerika dünyanın ən ölkəsidir. Ən yaxşı ölkəsidir, ən pis ölkəsidir, yəni ən ölkəlidir də, yəni bir sözlə. Üzr istəyirəm, Ofelia doktor. İlyas doktor deyir ki, laboratoriyaya gedəsiz. Yaxşı, gəlirəm indi.
Sən xətrinə bir dişləmə alın. Dadlıdır. Amerikanı tərifləyirsən, axı nə bilirsən, estetika nədir, romantika nədir? Salam doktor. Salam. Hamlet doktoruna bir məsələ barədə danışırıq. Görünür qızlardan kimsə iştibah edibdir. Nə edibdi? Yəni qələt yapıbdı təbii. Məsələ nədir? Analizlərin cavabında səhv var. Bu necə olur? Mən başa düşmürəm. Mən belə şeyi qəbul edə bilmərəm. Siyahıda 4 nəfərin adı var. 1, 2, 3, 4. Analizin cavabı 3-dür. Bu necə olur belə olur? Deməli, ya həkimlər səhv eləyir, ya laboratoriya səhv eləyir, ya da qeydiyyat. İndi zəhmət çəkirsiniz, bunu araşdırırsınız və mənə məlumat verirsiniz. Vallahi mənim əqlim bu hali heç hasilə aparmır. İlkənə gəlməyib. Yox, sən çatmır. Sən bir dənə bax gör, bundan başın çıxır. O qədər işimiz tökülüb qalıb. Biz bundan nələşəcəyik? Nə danışırsan? Bu həll olmasa problem olacaq. Salam. Salam. Mən analiz verməyə Zəhmət gəlmişdim. olmasa gözləyin, indi yaxınlaşacaqlar. Yaxşı. Aytən, analiz üçün gəliblər. Qıza niyə sən çatmır? Hə, Fidan. Aytən bəy analiz verməyə gəlib. Maraqlanardın da. Sağ ol. Salam. Analiz verməyə gəlmişdim. Nədən? Qandan. Buyurun. Sağ olun. Çox sonraki. Doktor, zəhmət olmasa gəlin bu məsələni həll eləyək də. Baxın. Sən özün elə, mən indi gəlirəm, yaxşı? Belə şey olar. Sənədlər qarışıb. İlkənə yoxdur. İlyas doktor hər şeyi mənə tapşırıb. Tək qalmışam. Ay qız, biraz səssiz işləyə bilərsən? Bağışlayın doktor. Hazırdır. Gedə bilərsiniz. Xanım, cavablar nə vaxt çıxar, nə vaxt götürə bilərəm? Gəl, Doktor, 5 dəqiqəniz olar. buyur. Doktor, mən sizə bir sual vermək istəyirdim. Buyur ey tazə Nihal. Doktor, bilirsiniz, İlyas doktor mənə iş tapşırıb araşdırmam üçün. Və mənim digər həkimlərdən məlumat almağa ehtiyacım var. Amma bilmirəm ki, həkimlərin buna münasibəti necə olar, mənim buna haqqım nə qədər var. Dəxi burada bir qələt yoxdur ki. Sən ki işlərin müəmmasını açmaq üçün eləyirsən. Bir də ki bunu sənə baş həkim özü tapşırıb. Bir də ki istəsən sənin əvəzindən Ofeliyanın da etməyində heç bir əmma yoxdur. Doktor, sizi az da olsa başa düşməyə başlayıram. Aferin. Oldu, mən gedim. Buyur, Çox sağ olun, təşəkkür edirəm. Narahat olmayın, özüm gələrəm. Sağ olun. Bu kimdir bilmirsən? Nə olub, xətibə deyib? Yox, məndən soruşur ki, analizin cavabları nə vaxt çıxacaq?
Deyirəm maillə göndərəcəyik. Deyir, yox, özüm gələcəm. Adamda həvəsə baxır. Fidana baxır deyə. Nə deyirsən, başa düşmürəm. Heç nə. İlkənədən nə xəbər? Hələ heç nə, doktor. Axırıncı dəfə dünən axşam danışmışam. Doktor. Hamlet doktor dedi ki, Ofelia doktora deyərsən ki, digər həkimlərdən də məlumat alsa yaxşı olar. Özü elə dedi, yoxsa sən elə başa düşdün? Mənə elə gəlir ki, onu artıq anlamağa başlayıram. Amma bir özüm eləyərəm. Hə, sən özün elə, çünki mənim işim var, sonra baxarıq bir yerdə. Fidan, bayaq analiz verməyə gələn oğlan yaman baxırdı ya sənə. Deyəsən, xoşu gəlib səndən. Heç o ayda deyiləm. İlyas doktor deyən problem nə idi elə? Həll eləyə bildiniz? Mən də onu həll eləməyə çalışıram, amma bir problem də var ki, ilkənə yoxdur. Mənə də ilkənə lazımdır. İlkanəni dünən gördüm axı mən. Böyle hündürboy qaraşın bir oğlan vardı. Girdi qoluna getdilər. Fidana baxan oğlan idi yəqin. Ay qismət, görəsən nə vaxt mənə belə maşın qismət olar? Şu qadın nədir, maşın nədir? Gəl. Salam doktor, olar gəlmək? Olar, buyur. Doktor, sizə bir sualım olacaq. Arzu doktor geçsin ya qalsın? Yox, qalsın. Olar soruşum. Amma əvvəlcə mənim sizə bir sualım olacaq. Buyurun. Axırıncı dəfə bura gəlib gedəndən sonra İlyas doktora düzüb qoşub nələrsə dedin. Bax, yenə eyni şey olmayacağını mən hardan bilim, hə? Doktor, mən heç kimə, heç nəyə şikayət eləməmişəm. Sadəcə o iclasda olanlar üçün bir təklif elədim, bu qədər. Yəni, əgər siz özünüzə, öz işinizə güvənirsinizsə, belə şeyləri bəhanə eləməməlisiniz, məncə. Yaxşı, çalışacağım bu dəfə səmiyyətinə inanım. Sən nə deyəcəydin bəs? Burada belə qeydlər var. Yəni, bunlara baxın da zəhmət olmasa fikrinizi bildirin. Ver ondan. İndi bax. Bax, mənlə bağlı olan qeydlərə bax. Bax, 3-cü gün. Görsən? Bax, bütün günlər 2-ci gündə yerindədir. Görsən? Bax, bütün qeydlərin hamısı yerindədir. Yəni ki, mənlə bağlı heç bir problem yoxdur. Qeydlərin hamısı qaydasındadır. Məncə, problem daha əvvəldədir. Qeydiyyatın özündə. Yaxşı, doktor, çox sağ olun. Sağ ol. Sağ olun. Ver görüm onu mənə. Bura gəl. Vəziyyət nə yerdədir? Doktor, hələ həll eləyə bilməmişəm. İlkənəndə olmamağı vəziyyəti çətinləşdirir. Zənlərə də baxmır. Bəs ailəsi nə deyil? Nə barədə? Qızlarının gələcəyi var idi. Doktor, mən İlkənə ilə o qədər də yaxın deyiləm. Gələcəkdə danışmamışıq. Fidan, işə gələcəyi barədə soruşuram. Hə, Yox, zəng eləməmişik. Neyin üst zəng gəlir, zəng eləməyim? Birazdan özləri zəng eləyəcəklər.
Nuş olsun. Sağ ol Fidan. Sən də çörək yeyəcəksən? Yox, mən kofe içirəm. Oy. Fidan bağışla. Dünənləri qohumu döydüm. Əslində, əsəb elədi deməyin. Deyirəm, mənə deyirsən, tutdum o düzəldim divara. Gücdən aldılar əlim. Sonra da dedilər ki, Fidanın qohumudur. Mən dedim ki, qurban olsun Fidan. Onun xəttinə sənə işin eləmirəm. Hər kimi olur olsun, ümumiyyətlə belə səs-küyə heç xoşlanmıram. Əslində mən də xoşlamıram, sevmirəm. Prosto beyin söndü mənə saxlamaq olmur. Bax, belə danışmağın da düzgün deyil. Klinikada belə danışmalara görə səni lağlıqaya qoyurlar. Yox, heç kəs mənə lağlıqaya qoymur, başı üstündə olar. Eləyirlər də, eləyirlər. Neçə dəfə eşitmişim. Yox, Fidan, sən bilmirsən buranı. Qohumu dövmüşəm deyə belə deyirsən. Heç nə, sən başa düşmək istəmirsən. Nəyəm çatışmır mənə? Qorxmaz. Sənə bu klinikada hörmət eləmirlər. Mənim hörmətim var. Proses sizin yanınıza yoxdur. Fidan necə gedir? Salam doktor. Çörək yedin? Yox, mənim deyil. Хорошо, bunu qoyaq bura. Necə gedir? Gözlədiyimdən də çətin. Nə olub? Məsələn, nədə çətin olub? İlyas doktor tapşırıb ki, analizlərdə səhv var, bunları tap. Ofiliya doktorla bir yerdə eləməliyik. İlkhanədə yoxdur. Ofişkada sənə kömək eləmir, İlkhanədən də xəbər yoxdur. Aydındır. İlkhanə demişkən, indi Aytən mənə deyir ki, onu axırıncı dəfə analizə gələn oğlanla görüblər. Yaxşısan Fidan, nəsə fikrə getdi. Ola bilər, ola bilər. Açıqı sənindir. Mən Fidanam. Gözünüzə düşmədi. Mənim gözüm olsa zəifdir. İçi var. Fidan, bu səhv olan analizlər nerede qaldı? Baxıram doktor, baxıram. Sadəcə işlər çox deyənə biraz yubanır. Ancaq sən baxırsan, hə? Yox, yox, tək mən baxmıram. Ofeliya doktor da məndən bir yerdə işləyir. Ha, məncə elə deyil. Bu işi mən siz ikinizə tapşırmışdım, eləmi? Vaxt gedir, uzandıqca uzanır. Heç bir nəticə yoxdur. Sən o əlindəki analizləri qoy qırağa. Qoy onunla Ofeliya doktor məşğul olsun. Sənsə o səhv olan analizlərlə məşğul ol. Aydın oldu? Aydındır mı Ofeliya xanım? Başla doktor. Sən birinci öz işlərini gör, sonra o birisləri eləyərsən, yaxşı? Yaxşı. Nə qərib adlardı axı. Atayevlər ailəsi. Yəni 2 oğul, 2 ata. Üç dənə analiz. Yəni hardasan?
Alo, salam. Xalas, ilk aydan soruşmaq istəyirdim, iş yoldaşı idi zəng eləyən. Yaxşı xala, çox sağ olun. Bu necə səhv daxil eləmisən? 2 dənə atadır, 2 dənə oğuldur da. Niyə 3 dənə analiz daxil? Hey, kim anne? Salam xanım. Salam. Mən deyirdim, işiniz bitibsə... Analizlər üçün gəlmişdiniz. Siz gözləyin, mən bir dəqiqə indi gəlirəm. Doktor, hekayəni qaçırdıblar. Nə danışırsan? Ablam buradadır, nə olar gəlin. Əllər yuxarı!